Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Allah Teala ibadet itaatlerinizi, oruç namazlarınızı kabul etsin. Gece Kadir gecesidir. Allah Teala inşallah Kadir gecesinin fezlerini, faziletini hamımıza nasip etsin. Değerli üstadımız bizimle birliktedir inşallah. Değerli üstadımızla birlikte Kadir gecesinin faziletlerinden ve bu gecenin əhəmiyyətindən inşallah danışarıq. Hacı selamun aleyküm ve Rahmetullah ve rahmetullah. Allah kabul eləsin inşallah. Allah bizi həqiqi ehya saxlayanlardan qərar versin inşallah. Amin. Bu gecə həm də Əmirül Müminin əleyhisselamın zərbətlənən gecəsidir. Allah Teala bizi o Həzrətin vilayətində sabit qədəm, möhkəm qərar versin. Allah Teala bu vilayəti bizə çox görməsin. Amin. Allah Təbarək və Teala onun balası, onun evladı İmam Zaman Aleyhisselamın zuhurunu təcil eləsin. Amin, amin. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr ve ma adraka ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şahr. Tenezzelul melaiketu ve ruhu fiha biizni rabbihim min kulli emr. Selamun hiyə hattə matla'il fəcr. Mehriban və bağışlayan Allahın adıyla həqiqətən biz onu Qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, nədir Qədr gecəsi? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh Allahın izni ilə bütün işləri yerinə yetirməkdən ötürü, əmrləri yerinə yetirməkdən ötürü nazil olur. Və o gecə sübhə qədər salam və əminamanlıq gecəsidir. Hacı buyurun inşallah elə bu haqda başlayalım. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyə və alihi tahirin. Allah Teala bizi bu gecənin inşallah fəzilətimizə nəsib eləsin. İbadətin, zikrin, duasın, tilavetin, ehya saxlamağını inşallah qismət eləsin. Allah bizi bu gecədən əli dolu çıxanlardan qərar versin inşallah. Bu gecə demək olar ki, kainatın ən demək olar ki, dəyərli gecələrindən biridir. Xüsusi gecələrdəndir. Allahla bəndə arasında rabitə yaratmaq, ünsiyyət yaratmaq, Allah dərgahına yaxınlaşmaq, təqərrüb eləmək üçün Allah Teala'nın demək olar ki, günlərin içərisində, gecələrin içərisində ən fəzilətli gecədir. Və Həzrət Rəsulullahın xütbəsində də var idi ki, ləyalihu əfsəlul ləyali, gecələri ən üstün gecələrdir. Hələ o ümumi orucluğun barəsində deyib, xüsusi Qədrin barəsində deməkdə, yəni Qədr xüsusi vurğulanır. Və Qədr gecəsi bir üstünlüyü də odur ki, Quran nazil olub onunla. Bəli, ki, Quran da bütün müqəddəratın hamısını həll edir. Allahın yer üzündəki 124 min Peyğəmbərin gəlişindən məqsədi bu Quranı gətirib cəmaata, insanlara çatdırmalıdır. Allah yetişdirdi bunları, bu qədər insanları sabahlandırdı, imanlandırdı, bilik, düşüncə və şuur səviyyələrini yüksəltdi ki, gətirsin bu cürə, o qovlu səqil ki deyirdi. Sənə tez deyəcəm, sən ol gələkə qovlun səqila, ağır sözlər deyəcək, onu çatdırmağa o baxımdan. Və Qədr gecəsində Həzrət Rasulullah buyurur ki, bu mənə məxsus olan bir gecədir. Yəni, mənim ümmətimə məxsus olan bir gecədir. Başqa ümmətlərdə və başqa Peyğəmbərin ümmətlərinə xüsusi belə bir gecə olmayıb. Ola bilər hansısa bir gecə olub, mənə rast gəlməyib. Amma xüsusi bu gecə ancaq ibadət gecəsi, itaət gecəsi. Şən-i nüzulunda da qeyd olunur ki, Peyğəmbər Bəni İsrailin o mücahidlərindən danışanda ki, bir neçə nəfər vardı ki, bir ömür, 80 il cihad paltarında bunları gəzdilər. Allahın əmrini, fərmanını gözləyirdilər. Onların böyük üstünlüyündən danışanda müsəlmanlar arzu etdilər ki, ey kaş bizə də nəsib olaydı onların fəzilətlərindən.
Qədir surəsi nazil oldu ki, yəni sizə bir gecə vermişəm ki, bir ömrə bərabərdir. 1000 aydan 83 il təqribən. 83 il 4 ay eləyir 1000 ay. Ondan fəzilətlidir. Ayənin də təfsirində bir onu yazırlar, Bəni İsrailin mücahidlərin, bir də bir ömür, yəni Allah yolunda günah eləmədən ibadət eləmək mövzusudur ki, onu. O qədər əhəmiyyətli gecədir ki, Həzrəti Peyğəmbər ki, əqli kulli idi, ondan yüksək səviyyədə düşünən və dərk eləyən yox idi. Ən yüksək ağla malik olan, hətta büyükləri buna qeyri-müsəlmanlar da təsdiq edir. Həzrəti Peyğəmbərin gətirdiyi o proqrama baxırlar, onun tarixdə elədici işlərə baxırlar və bununla da təqrib eləyirlər ki, ən ağıllı adam olub insanların içərisində, yer üzündə. Bu gecə o qədər əhəmiyyətli gecədir. Allah deyir Peyğəmbərə o cürə məsələn düşüncəli dərrakədir Peyğəmbərə. Deyir və ma ədrakə. Sən dərk eləyə bilirsən, dərk eləyə bilməzsən sən. Və ma ədrakə ma leylətul qədr. Sən hardan bilərsən ki, Qədr gecəsi var. Düzdür, Quranda Allah Taala Peyğəmbərə ümumi şəkildə də buyurur ki, məsələn biz sənə öyrətdik də bu şeyləri. Maləm təkun tə'lə. Sən bilmirdin və heç vaxtda bilməyəcəksin. Bilməyəcəkdin biz bunu öyrətməyə. Amma bəzi şeylər var ki, dərki çətindir. Düşünməsi çətindir, başa düşməsi çətindir. Necə olur adam 7-8 saat olur. Zaten biz məsələn Qədr gecəsini ehya eləyirik deyən, şam namazından sübh namazına qədər zaten bizim elə saat 12-yə qədər, 1-ə qədər o ayaq qalan vaxtımızdır. Gəlirik buradan 3-4 saatda əlavə eləyirik 20 qədər. Orada da Allah gətirir bizə 1000 ayın Allah yolunda cihad eləməyin, ya 1000 ay Allah yolunda günah eləmədən ibadət eləməyin savabını verir. Bu doğrudan insan dərrakəsinə sığışası bir iş deyir. Ona görə də Həzrəti Rəsulullah Allah Taala o söz deyir ki, və ma ədrakə ma leylətul qədr. Ondan sonra bəzi izahlar var. O indi izahlara keçməmişdən əvvəl, yəni buyurdunuz ki, burada əsas məsələ Qurani Kərimin bu gecədə nazil olmasıdır. Bəli. Və Ramazan ayının bəli. Çünki elə o cür başlayır. Birinci elə Qədr adlanmasının birinci səbəbi buyurur ki, inna anzalnahu fi leylətil qədr. Biz onu Qədr gecəsində nazil etdik. Bütün Quran Qədr gecəsi, Qədr surəsi adlanması və Qədr gecəsi adlanması Quranın elə o gecədə nazil olması ilə o adda qoyuldu. Üçün tənəzzəlül mələkətü və ruhu fiha biizni Rabbihim min kulli əmr. Yəni fi kulli əmr. Bütün işləri, Quran ki, bütün təqdiratın hamısını həll edir. Qədr həmin bizim bildiyimiz miqdar sözündən də, qədər sözündəndir. Ondan sonra bir işi düzmək, qoşmaq, təqdir eləmək, proqramlaşdırmaq, həyata keçirmək. Bu mənadadır ki, elə Qədr Allah ki, Quran təqdirdən ötürüdür. Bütün bu bəşəriyyətin proqramının, dünya və axirət səadətin təmin eləməkdən ötürüdür. Bu gecə nazil olduğuna görə də adına Qədr gecəsi deyildi ki, sizin bütün işləriniz bu gecədə həll olur və Quranın vasitəsilə həll olur. Məsələn, Qədr gecəsinin digər sifətlərindən biri mübarəkə adlanır. Çünki elə Duxan surəsində Allah təala buyurur ki, İnna anzalnahu fi leylətin mübarəkə. Biz onu mübarək bir gecədə nazil etdik. Və fiha yufraqu kulli əmrin həkim. Orada bütün hikmətli əmrlər, işlər ayrılır və yerinə çatdırılır. Necə ki, Qədr surəsində Allah ki, mələklər bu işi görərlər ki, o əmrləri yerlərinə çatdırarlar. Mənim yadıma nə düşür acı? Məsələn, Qurani Kərim Allah kəlamının nazil olması ilə həm məkan şərafət tapır, həm də zaman şərafət tapır. Qurani Kərimdə Həzrəti Musa Peyğəmbərin Allahla danışdığı yer var. Və orada Peyğəmbər seçildi ilk dəfə. Tuva vadi, müqəddəs Tuva vadisi. Həzrəti Musa Peyğəmbər bir od görür, ailəsinə buyurur ki, bəs gedim sizin üçün od gətirim. Və gəlir, yaxınlaşır, görür ki, ağacdır, yanır. O da onun içindən çıxır, amma yanmır, kül olmur. Kül olmur, tüstüsü yoxdur. Tüstüsü yoxdur. Bu artıq gördük ki, qeyri-adidir və bu bir möcüzədir.
Orada Allah Teala ona nida eləyir və ilk nida ki gəldi ki mənəm Allah, fəxlə'an aleykə, başmaqlarını çıxart. İnnəkə bil vadil müqəddəsi Tuva. Sən müqəddəs Tuva vadisindəsən. Alimlər deyirlər ki, o Tuvanın müqəddəsliyi hardan idi ki? Yəni Allah Teala, yəni o Allahın yaratdığı digər məkanlardan biridir. Bütün məkanları Allah yaradıb. Necə ki Quran buyurur ki, məşriq də məğrib də Allah'a məxsusdur. Amma onun o hardan müqəddəslik orada qazandı? Vəhyin gəlməyi. Vəhiy ki gəldi ki, mənəm sənin Allahın. Bax bu ifadə, bu bir kəlmə kifayət eləyirdi ki, ora müqəddəslik tapsın və Həzrəti Musaya əmr olundu ki, sən başmaqlarını çıxart, sən müqəddəs tut. Bu onun bu məkanın müqəddəsləşməsi və digər məkanlardan fərqlənməsi vəhyə görə və zamanın da müqəddəsləşməsi və fərqlənməsi məhz Quranın, Kərimin, indi bir kəlmə ilə o məkan müqəddəsləşirsə, indi gör, bütöv Quranla nazil olanda gecə necə bir bərəkət qazanır. Məsələn, bizim baxanda o mövzulara məscidlər, məsələn, evlərimiz kimi elə məscidlərimiz var. O daşdan evdə tikmişik, məsciddə tikmişik. Amma məsələn, o karxanadan milyonlarla daş çıxır, gəlir, evlər tikilir, hasarlar tikilir, belə. Amma gəlir o məscidə qoyulan kimi, onu Allaha ki məxsus edildi. Allaha məxsus yerdə ehtiramı var. Müstəhəb əməli var, vacib əməli var. Sağ ayağı ilə yer müstəhəbidir, sol əli ayağı ilə çıx müstəhəbidir. Dünya söhbəti eləmə, bərkdən danışma, çox belə şeir, meyr oxuma. Ondan sonra ayağın çəkir, girmə ora, soğan yeyib, gedib girmə ora. Bunlar hamısı müstəhəbdir. Sarımsağa yeyib getmə. Bunlar bunun müstəhəb əməlləri. Yatma məkruhdur məsələn. Vacibi mövzuları da budur ki, ora qusulda girə bilməzsən. Hətta üstündə nəcis olan bir şey, paltar falan, ona ehtiramsız olsa, o paltarla da girə bilməzsən. Və yaxud onun hər hansı bir yeri mundar olursa, hətta namazı kəsməlisən. Namaz üstündə pak eləyə bilirsənsə, eləyə bilmirsənsə, namazı kəsməlisən, Allahla rabitəni kəsməlisən. Bu, görürsünüzsən, bəzən acılı yol qıraqlarına rast gəlir, gətirib nəsə bir şey bastırıblar, bağlayıblar, ortasına bir dənə gül qoyublar. Soruşan nədir, məsələn, kimsə burada hadisə olub, vəfat edir, məsələn, bu qəzada falan da, onu öz üçün şey edir. Ya, məsələn, görürsünüz, bizim şəhidlərimizin dəfn olan yerləri ilə qəbristanlığa girəndə hamı avtomatik gedir birbaşa şəhid məzarlarının üstünə. Hətta o, məsələn, şəhidlərin şəhid olan yerləri, məsələn, yollarda, məsələn, görün, o vaxt, məsələn, o Türk ordusu gələndə Şamaxı yolunun üstündə var. Orada, məsələn, bir də abidə qurublar, orada fikir verirsiniz. Orada dəqiq bilməyək, deyəsən, orada Türk əskərlərindən şəhid olub, onun abidəsini orada şey edirlər, xatirəsini çəkilirlər o cürə. Adi bir yerdə milyonlarla kvadrat metrə yerdə, amma orada, məsələn, bir əskər öl dünyasını dəyişib, şəhid olub. Ya, məsələn, başqa var. Bunlar hamısı bizim fitrətimizlə də uyğun gəlir, xasiyyətimizlə də uyğun gəlir, adətimizlə də uyğun gəlir. Özdə biz bunu özümüzdən icad edib ortalığa çıxartmamışıq. Çox maraqlıdır acı. Və yəni biz Quranın mətninə baxanda görürük ki, Quran vəhiy nazil olmaqla məkan müqəddəsləşir, zaman müqəddəsləşir. Amma nədənsə bəziləri bunun özünə müqəddəs adı vermək istəmir. Məsələn, istəmirəm bu gecə o məsələlərə toxunum, amma çox maraqlı deyirdi ki, ya Quranın müqəddəsliyi yoxdur bəziləri. Yəni kağız həmən kağız, mürəkkəb həmən mürəkkəb, həmən çapxanadan çıxır filan nə. Amma başa düşmür ki, məsələni başqa cürədir. Bu kəlam özü gəlməklə zamanı fərqləndirir, məkanı fərqləndirir. Birinə hansınasa səhv eləmirəmsə, Seyyid Şərəfuddin Amili bir dənə şey verir, Quran verir, dəri üstündə şeylənmiş, o da öpür gözünün üstə qoyur, deyir ki, o dəridir də, onu niyə öpürsən, deyir, onun içərisindəki kalama görə, deyir, biz də o Peyğəmbərin qəbrinin onun içərisindəkinə görə öpürük də belə bu cürə. Düzdür, o mövzular da var, amma hamısının onların cavabı var, onlar yerində, yəni tərəf özü də düşünsə, biraz elə görsün. Məsələn, bayraqdır, adi parçadır da, amma o bayraq olursa... Bəli, olur, müqəddəsləşir bu cürə. Və bu cürə kəlam, Quran, ondan sonra məscid, bu cürə şeylər müqəddəslənir. Bu gecədə ona görə müqəddəsləşir və gəlib
1000 aydan fəzilətli olub. Allahın Peyğəmbəri bu gecəni məsələn gözləyib vəhiy alıb. İndi bir dəfəlik formada ya məsələn istəsə formada o indi ayrı bir mövzudur da. O baxımdan və Allah Taala'nın bilirsiniz bu günləri, saatları, ondan sonra məkanları qiymətləndirən, dəyərləndirən birinci Allah Taala özüdür. Birdən məsələn heç nə Quran nazil olsaydı, olmayaydı məsələn bu gecədə. Birdən Allah Taala desəydi ki, bu gecəni məsələn cümə günü Quran nazil olmayıb ki. Ondan sonra məsələn xüsusi bir iş baş verməyib ki. Amma görürsən Allah həftənin günlərinin içərisində bir dənə nə edib? Gün ayırıb, onu Səyyidül Əyyam eləyib. Onun xüsusi ibadəti var. Bizə gündə 5 dəfə namaz qılmaq vacibdir. Həftəmizdə 5-7 gündür. Hər gündə namazı qılırıq. Özə Meyracul Möminindir. Amma görürsünüz, cümə günündə barəsində deyir ki, Əyyuhəl-ləzina amən İzzanudiyə lissalati min yevmil cümə fəs'au ilə zikrillah və zərul bey zalika xeyrun ləkum. İn kuntum ta'lamun. İn kuntum ta'lamun. Bir də bu gün də namaz var. Dünən də var idi, sabah da var. Amma görürsünüz, cümə günündə deyir ki, ay iman gətirinlər. Cümə günü namazı azan veriləndə, hər gün verilir. Amma cümə günü azan veriləndə fəs'au ilə zikrillah. Allahın zikrinə tələsin, qaçın və zərul bey. Alverizi, işinizi, yadınızı qoyun yerə. Və bu sizin xeyrinizədir, əgər başa düşsünüz. Əgər bilsiniz, əgər düşünsünüz. İndi ona görə də məsələn o ki Həzrəti Peyğəmbərə deyir ki, Leylətul və ma ədrakə ma Leylətul Qədr gecəsi nədir? Sən onu dərk eləyəməsən, o Allah Taala bir neçə kəlmə ilə orada izah verir sonra. Amma yenə demək deyir ki, tam biz onu dərk elədik. Niyə? Məsələn biz bunun dərkin dünyada biraz çətin başa düşək. Qiyamətin günündə ki, bizim məsələn əməllərimiz gələr qarşımıza, mən elə düşünürəm. Əməllərimizi məsələn dünən orucluğun 18-ci gecəsi idi. Bugün 19-cu gecədir. İndi məsələn dünən bugün 18-ci gecə ilə ölçək. Bizim dünənki əməllərimiz də qarşımıza gələcək. Bu gecəki əməllərimiz də qarşımıza gələcək. Biz o əməl ki qarşımıza özü eyni əməl. Məsələn fərz elə dünən də mən səhərə qədər oyaq qalmışam. Dünən də məsələn biraz Quran oxumuşam, 2 rəkat namaz qılmışam, ondan sonra biraz zikir demişəm, bir gün də elə ondan eləmişəm. Ya heç nə eləməmişəm. Elə oturmuşam, göyə baxmışam. Dünən də, bu gün də. Qiyamətin günündə bu 2 gecəni oyaq qalmağın bizim qarşımıza gətirəndə, orada olan nəticəsində ortalığa çıxan əməllərin bir-birinin fərqindən biz bəlkə də tam şəkildə ya qismən Qədr gecəsi nə imiş bizə verilmiş, biləcək, onda başa düşəcək. Ona görə də elə yeri gəlmişdən acından bunu deyim, sonra siz davam edərsiniz. Biz neymətin vaxtında bilmirik qədrin. Bəzən dərk eləyə bilmirik dərinliyi. Bəzən, məsələn, istəmirik dərk eləyək. Amma biz belə döyürük axı hər sahədə, hər yerdə, hər cəhətdə. Biz, məsələn, adam var, deyiblər ki, saat, məsələn, 3-də ay tutulacaq. Oturur, baxır, görüm o ay necə tutulur. Maraqlı gəlir ona. Ya məsələn, deyirlər, məsələn də, nəsə bir hadisə baş verəcək. Ya məsələn, kimsə gəlib buradan keçəcək. Görürsən, oturur saatlarla o şeyi görür, gözləyir, müşahidə edir, filan bəs məkan. Hələ məlum da deyir, dəqiq tutulacaq, dəqiq gələcək, ya dəqiq nəsə məsələn o hadisə baş verəcək. Söz deyirlər. Amma məsələn, Qədr gecəsinin bu qədər fəziləti, önəmli olmağı barəsində ki, Allah Teala Quranda 100% deyib, məsumlar hamısı bu sözü deyib, bizim yəni heç bir şəkki şübhəmiz yoxdur. Allah Teala bizə bir Qədr gecəsinə görə 1000 ayın ibadətini verəcək. 1000 ayın savabını verəcək. Bunda şəkki şübhəmiz yoxdur. Çünki özü buyurub, yaxşı. İndi bu qədər bizim yəqinimiz ola. İndi oruç tutmamışam. Belə deyir. Nə olar bu gecəni adam otursun səhərə qədər? Adam məsələn görsən, bir cəmaatı çaşdırırlar. Biri oruç tut, namaz qılmır, deyir, gəlib oruç tutur. Deyir, sən oruculan, sən namaz qılmırsan, oruc. Sən Allahın barəsində, əvəzində niyə danışırsan? Allah Teala deyir ki, sum, atüz zəkat, əqimus salat, amiru bil məruf. Yaxşı, əmr bil məruf edin, zəkat verin,
ondan sonra Oruç tutun, namaz qılın. Bunları Allah Taala deyib. Yaxşı. İndi mən sənə deyirəm ki, acı mən susuzam. Mənə bir stəkan çay ver. Təbii ki, yanında da bir dənə qənd ver. Sən o çayı gətirib mənə verəndə qəndsiz olduğuna görə o yana atırsan. Yox. Qəndsiz də olsa içirsən, içmirsən, yaxşı. Mən indi namaz qılmıram. Sən bir dənə qəndə görə bu çayı qaytarmırsan, içirsən. Allah bir dənə başqa əmələ görə sənin elədiyin əməli niyə qaytaracaq da Allah? Biz Allahın barəsində nə fikirləşirik? Özü biz bilirik ki, birinci qiyamətin gündən namazı soruşacaqlar. Bilirik, onu da bilirik. Amma bu qiyamətin sahibi Allahdır da. Biz Allahın bəndəsinin Allaha görə elədici bir dənə atdığı bir dənə addımı niyə onu geri çəkindirək? Qədim bir dənə misal var idi. Bir dənə kətdə bir molla var idi. Biri də çoban idi, namaz qılmırdı. Buna deyirlər ki, namaz qıl falan. Molla dedi ki, sən namaz niyə qılmırsan? Dedim, mən çöldə, siz evin içində burada istədiyiniz o. Mən çarıqla şeydə o, aç, bağla, çıxart, dəstəmaz al, soyuq çöl. Bu molla dedi ki, sən elə ayaqqabı ilə qıl. Sən ayaqqabı ilə qıl. Sonra bir dənə təzə nəfəs molla gəlmişdi, hələ cəmiyyətdən çox tanışlığı yoxdur. Gördü, belə namaz qıl, gəldi, itələdi onun namazını pozdu. Dedi ki, nə olub? Dedi, sən bu namaz batildir, qılmacına. Ayaqqabı ilə namaz qılınar. Ondan sonra sən dedi, mənə filan molla deyib. Durdu, gəldi mollanın yanına belə hakü ilə, qışqır, qiyamət filan bəsmişsən, sən niyə şəriəti belə eləyirsən, belə olsan, mən niyə yemişəm, qardaş? Sən ona niyə görə ayaqqabı ilə namaz qıldırırsan? Gəldi, qardaş, mən ayaqqabı ilə qıldırmamışam. Ayaqqabısını da sən çıxart. Ayaqqabısını da sən çıxart. Mən bura qədər gətirmişəm onu. İndi bu adam gəlib, belə həvəslə oruç tutmaq istəyir. Bu da deyir ki, sənin namazın yoxdur, orucu heç nə verməzlər. Ay qardaş, ay bacı, sən nə oruca bir şey verən deyirsən, sən nə namaza bir şey verən deyirsən. Allahın işləridir. Allahın işləridir, özü bilən. Hələ mən bilmirəm, axı mən şeydir, məsələn də 45 ildir namaz qılıram, ondan 2 rəkəti qəbul olub, olmayıb. Elə deyir. Kim bilir onu? Həzrət Əlidən acı o məşhur kəlamda elə bu gecə Həzrətində şəhadət zərbətlənən gecəsidir. O şeydə dedilər ki, sən çox o qədər infaq elədin, səxavət göstərdin, cəmaatı əl tutdun da kifayət eləyər də, özünə də bir gün ağla falan. Dedi ki, valla mən bilmirəm axı qəbul olur. Yəqin bilsəm ki, qəbul olur. Bilsəm ki, biri qəbul olur. Allah Həzrəti Rəsulullah deyirlər ki, ya Rəsulullah, sən ki, bu qədər ibadət edirsən, itaət edirsən, gecədə məsələn vardı, Əli əleyhissalam Həzrəti Peyğəmbərin barəsində 1000 rəkət namaz qılardılar. Sən yəqinən öz əməllər var xansan. Həzrət dedi ki, əstəğfurullah. Mən də Allahın rəhmətinə arxayım. Biz bilirik ki, Həzrət Rəsulullahın qıldığı namaz 100% qəbuldur. Elədici zikir 100%. Amma ondan belə, deyir, mən Allahın rəhmətinə arxayım. Əməlimə arxayım deyirəm. İndi bu adam gəldi istəyir, oruç tutsun, qoy tutsun, təşviq edin. İndi bu orucu özü gəlib namazda sən qoy böyrünə. Elə deyir. Şimdi ayaqqabını bu qıldırıb, sən də ayaqqabısını çıxar. Ona görə bu bərəkətli gecələrdə biz Qədr gecələrinin acı fəzilətindən, ayənin təfsirində, hədis barədə nə qədər desək mənbələr var, bu mövzularla danışmaq çox olar. Amma əsas bizim o ürəyimizin istədiyi budur ki, möminlər, cəmaat, insanlar, nəinki möminlər, insanlar, kim nə işin sahibidir, kim belə də hansı işdə işləyir, hansı vəzifədə işləyir, neyinir, ondan sonra fəhlədir, müəllimdir, həkimdir, bu gecə fürsətdir. Bu qayıtmayacaq, bu gecə qayıtmayacaq. Gələn Qədr gecəsi olacaq. Amma biz Qədr gecəsinə qalacaq, qalmayacaq, bir də bu mövzudur. Birdən qalsaq da belə, biz gələn ilə Qədərdə yüklənəcəyik. Bizim elə bir hər ildəki bir Qədr, necə ildə bir dəfə Ramazan bizim üçün yuyub təmizləməyə fürsətdir. Qədr gecəsi də onun içərisində. Gələnində gələn dərdi var. Deyirsən, cəmaat arasında deyirlər, sabahın da öz dərdi var. Bugün gərək bu işi qutaraq, sabahın da öz işi var. Onun da öz işi var. Fürsət də düşüb bunlardan istifadə eləsinlər. Hacı şükür Allaha bizim cəmaat da, yəni bizim adət formalaşıb ki, bir ənənə formalaşıb ki, Qədr gecəsində məscidlərə
gedərlər, Bəli. dualar edərlər. Yəni bunun hətta namaz qılmayanlar da Bəli, bəli. gedirlər ki, amma bu bir kütləvi hal alsa daha yaxşı Adı olar. evində otursun. Heç getməsin məscidə. Məscidə getməyi Gedə bilənlər getsin. getsin, hə. Mən Gedə demirəm o bil- məscidə bəli. getməsinlər. Gedə- Yox. gedə İndi bilməyənlər- mümkündür, məsələn, məscidə getməyin bəzi müqəddimat işləri var, plan var, bəli. bəs məkan var. Oturmayıb evində otursun. Otursun, elə belə də valla otursun, günah eləməsin. Namaz da Quranı qoysun qılmasın. qabağına. Hə, məsələn, istəsə Açsın daha onu, yaxşı bir olsun. baxsın Elə ona. Quranın tutsun qırağından, əlin yazısına vurmasın da, belə tutsun, belə buradan tutsun, açsın, baxsın Quranı. Bəli, Nə qədər şeyə baxıb bizim gözlərimiz. bəli. Dağa baxmışıq, yerə baxmışıq, çaya baxmışıq, o qədər ağaca günaha baxmışıq. Günaha baxmışıq. O qədər bir-birimizin üzünə baxaq. O qədər rəssamların əsərlərinə baxmışıq, tablolarına baxmışıq. Yağışa bax, qara bax. Adam var görsən, məsələn, gecənin yarısı minir buradan maşına deyir. Gedim məsələn bir qar yağıb məsələn falan yerə. Qubuya gedim orada qara baxım gəlir. Ha bir gün də aç bu Allahın kəlamıdır da bax. Bax ona. Sənə ziyan eləsə, bir də daha baxmazsan. Bəli, zaten. Hə, bir də onsuz da baxmayacaqsan, hə, ziyan eləsə. Amma ziyan eləməyəcək. 100% ziyan eləməyəcək. Ola bilməz bir adam belə heç ömrü boyu bir dənə Allah Əkbər deməsə də belə. Bu Qədr gecəsində aça bir dənə Quranı qoya qabağına, baxı ona bir arada səhərə qədər, ya elə səhərə qədər baxar. Ya heç olmasa Qurana da baxmasa səhərə qədər oyaq qala, sübh azanına qədər. Ola bilməz bu adam nəsə hiss eləməsin, nəsə anlamasın. Bu mümkün deyil. Əgər hiss eləmirsə, anlamırsa da o da şeytanın bir vəsvəsəsidir. O da şeytanın vəsvəsəsidir. Bu ona bir şey olub, bu hiss eləyib, bu payını alıb. Amma şeytan bunun üçün bir dənə ab-hava yaradıb. Onu qoymur o hiss eləməyə. Bir də günahların təsiri. Bir həkimlə danışırdım, mən dəri həkimi ilə. Dedim, ay doktor, bu məsələn, mənim əlim qaşınırdı, sən bura dərman yazdın. Bu dedin ki, məsələn, 5 gün, 10 gün sürt, keçib gedəcək. Mən 10 gün sürtdüm onu, 10 gündə sonra sürtdüm. Amma elə bu qaşınma yenə var. Vaxtı o yana, bu yana falan bəsmişən. Dedi, 1-2 gün fikir vermə, gedəcək. Dedim, bu nə dərmandır? Dedi, o psixoloji dərmandır. O adətdir qalıb. Adətdir qalıb səndə. Baxın, bir dənə qaşınma bu boyda müalicədən sonra adətinlə hələ bir 15 gündə davam edirsə, bu qədər günahları ki var bizdə, onların təsiri bizim tövbəmiz qəbul olan kimi də mümkündür. Biz onun bu günahların təsirindən, günahların saldığı izdən nədir? Çıxa bilməyək. Çıxa bilməyək. Hə? Onu hiss eləyə bilməyək ki, Allah mənim tövbəmi qəbul elədi. Şeytan elə bir hoqqa çıxardar orada, sən onu hiss eləməzsən və nəticədə məyus olarsan. Deyərsən, məsələn, mən heç elədim, hiss eləmədim. Mən namaz qıldım, heç onu hiss eləmədim. Mən orucda onu tutdum isə 100% o da şeytanın şər vəsvəsəsidir. Şeytanın xasiyyətidir. Bu görür, bu gəldi, oturdu. Götürdü Allahın Quranını qoydu qabağına. Və yaxud da ki, gündə bu vaxt yatırdı. İndi gecənin bu vaxtında nədir? Səhərə qədər də otura bilməsə evi yox. 1 saat Allaha görə otursun. Şeytan gördü ki, bu gəldi Allaha tərəf. Özdə innəl həsənat yüzhibnəs səyyat. Ayə də varımızda, hədis də varımızda. Ki, yaxşılıqlar pislikləri yuyub aparır. Bunun 1 saati ola bilər 1 ilin, 10 ilin, 20 ilin pisliyi yusun aparsın. Amma yeri ki qalıb, izi ki qalıb, şeytan ondan istifadə edəcək, qoymayacaq bu onu hiss eləsin. Amma bir dəfə də otursa, bu özü şeytana hiss elətdirəcək ki, mən sənlik deyirəm. Neçə ildə allanmışam, nə qədər tovlamısan məni, nə qədər mənim üstümdə hakimiyyət eləmişsən, nə qədər məsələn məni allatmışsan, mən başa düşmüşəm. Xoş gəldin. Və elə xoş gəldinlə də şeytan işin bilir. Çəkilir yavaş-yavaş. Bu fürsətdir. Biz bu mübarək gecədə bəli istifadə edirik. Məsələn, elə yaxşı olar ki, Quranı qabağına qoyub, ya açıb qabağına qoyub, öz dili ilə Allahla danışsın. Bir desin ki, ilahi, sən bu gecə, deyirlər ki, bu gecə sən bunu nazil etmirsən, bu kitabı bu gün. Deyirsən ki, bu gecə səhərə qədər salamatçılıq olar. Deyirlər ki, bu gecə məsələn, bütün müqəddəratlar həll olur. Mən məsələn, bu müşkülüm var, bu gecə onu həll elə. Əgər ilahi, adım bədbəxtlərin siyasındadırsa, ilahi, onu oradan sil, xoşbəxtlərin siyasına yaz. Əbu Həmzə ilə mən dua iftitahı
Qarışdırıram həmişə. İkisindən birindədir. Deyir, orada duanın bir dənə cümlə var. Deyir, Allah, əgər sən günahsızları bağışlayacaqsansa, ibadət eləyənləri bağışlayacaqsansa, zaten elə olar da elə demək olar ki, çalışırlar da bağışlanmaqlarından ötürü və günahkarların dərdinə kim qalacaq? Əbu Həmzədədir. Və Əbu Həmzədə. Və günahkarları kim fikirləşəcək? Günahkarların günahını kim bağışlayacaq? Bu dillərlə danışsa adam və Allah ilə razı niyaz eləsə də deyirəm də sən 50 ildə, 60 ildə milyonlarla adamla ünsiyyətimiz olub. Bir dəfə də adamın Allahla ünsiyyəti. Allahın rəhmətinin cilvəsidir. Yəni Allah həqiqətən də rəhmət göstərir ki, bizi bu gecə əff etmək istəyir. Bizə özü də söz verib. Yəni mümkün deyil ki, Allah söz verir amma yerinə yetirmir. Bu qeyri-mümkün olan işdir. Mümkündür. Yəni Allah söz verib ki, bu gecə də bizi bağışlasın. Ayə və Allah heç vaxt verdiyi vədəyə xilaf çıxmaz. Burada deyib, o nəslə cüvləkum. Bəli, və çağırım mən. Yəni bu gecəni biz fovta verməyək. Hətta namaz da qılmasaq belə hacının buyurduğu kimi. Namaz da qılmasaq yenə də bu gecəni fovta verməyək. Bu fürsətdir bizim əlimizdə. Oturaq bir dua eləyək özümüz üçün, öz ailəmiz üçün, öz gələcəyimiz üçün, ruzimiz üçün, xalqımız üçün, Allahın bəndələri üçün, bütün bəşəriyyət üçün bu gecə dua, özümüz üçün dua eləyək. Bağışlanma diləyək Allahdan ki, əksər işlərimizin pozulması, əksər işlərimizdəki o tərslik, o çətinlik, o müşkül, o düyünlənib hansı ki bizim işlərimiz, hamısı günahlarımızın nəticəsidir. Amma bu gecə o düyünləri açmaq fürsəti bizə verir. Açılıb, sadəcə biraz biz götürüb belə eləm. Bir dənə misal mənim yadıma düşdü siz danışanda. Elə bilin ki, məsələn, çöldə, bayırda leysan yağış yağır. Da belə dayanmadan. Bir adamın da bir xəstəliyi var. Ona 2 damcı yağış bəs eləyir. Tam o xəstəliyin əlindən qutarsın. Buna nə lazımdır? Bir dənə qapını açsın, bir dənə çıxsın o yağışdan 2 damcı düşsün bunun üstünə. İnanın ki, o qədri gecəsi o cürədir. Bu qədri gecəsi onun o cürədir. Hazır da rəhmət yağışı yağır. İmam Sadiq əleyhissalamdan soruşdular ki, ağa siz o ki deyir tənəzzəlül məlakəti və ruh var, mələklər nazil olar. Deyir ki, siz o mələkləri görürsünüz, hiss edirsiniz, imam təbəssüm edir, deyir, necə görmür? Əl-ayağımıza dolaşırlar. Yerlə göyün arası. Hədisin orijinal forması burada var. Keyfə la nə'rif vəl-mələikətu tatufu bina fiha. Bizim ətrafımıza dolanırlar. Özü o mələklərin gəlib ətrafımıza dolanmağı elə-belə deyir. Yəni, adam qədri gecəsində, oyaq qalanda, qədri gecəsi saxlayanda, əhya saxlayanda o qədər bu qədri gecəsinin özü kimi insan müqəddəsləşir ki, mələklər gəlir təvaf eləyir. Biz təvaf eləyirik haranı? Kəbəni. Niyə təvaf eləyirik? Çünki Allahın evidir. O özü müqəddəsdir, pak yerdir. İnsan da qədri gecəsində oturanda paklaşır ki, mələklər gəlir onların ətrafında təvaf edir. Mələklər təbərrük edir. Özdə mələklər özlərinə borc bilirlər gəlib təvaf eləməyi. Ondan da əlavə, o mələklərin gəlib insanın ətrafında təvaf eləməyi, fırlanmağı, o da insanlar üçün bir şeydir. Biz acı külək deyirik, acı. Səmum, zəhərli külək. Zəhərli külək əsə, nəsim əsə. Onun mənfi görürsən, məsələn, bir dənə acı külək əsir yanvar ayında. Belə göm-göy zəmilərin hamısını yandırdı. Amma bir dənə yağış gəlir, onları qaytarır yerinə, düzəldir onu. Bax, bir var bizim ətrafımızda şeytanda olana, acı külək, zəhərliyə bizi saralda. Bir də var bizim ətrafımızda mələk dolanı. O bizi yaşıllaşdıracaq, o bizi şəffaflaşdıracaq, təravətləndirəcək. Bu gecə onun fürsətidir. Hacı, burada Məkarim Şirazi ağa təfsir nümunədə gözəl bir mətləb buyurur. Deyir ki, İbrahim Peyğəmbərin əhvalatında yazılıb ki, Nəmrud onu oda atanda, o hələ havada idi, dələ oda çatmamış, mələklər gəlib bir salam verir. Bir neçə mələk gəldi, salam verirdi İbrahimə. Təkliflər eləyirdi. İbrahim o təklifləri qəbul etmədi. Amma deyir, İbrahim o salamlardan elə bir ləzzət alırdı ki, heç dünyada o ləzzət yox idi.
Ona görə Bəli, bəli. o deyir, o da atılan Salamın ya salamın və qulna ya naru kuni Kuni. salaman bərdən və salaman ala İbrahim. ama salamı deyir amma salamın qovləmir Rabbir Rəbbir Rahim. Rəhim. Yasin Cənnətdə, surəsi bəli. O ki elə Qur'anın deyirlər ürəyidir bu Yasin surəsi. Üləma deyir ki o sözə görədir. Allahla bəndəni yəni nə sözlə olmayacaq, nə vasitə ilə olmayacaq, nə məsələn axı mən salam verəndə sizə mən birbaşa salam vermirəm ki. Səs sizlə mənim aramda vasitədir. Elə deyil, səs vasitədir. Bəzən mələk vasitədir. Amma o salamın qovlan min Rəbbir Rəhim ki var, orada səs də vasitədir. İnsan onu bütün vücudunda hiss edir. Yeri gəlmişkən acı bu gecənin şəhidi Əli əleyhissalama bir nəfər təkidlə deyir ki, o Həzrət bu ayənin təfsirindən danışanda deyir ki, bu salam dünyada da ola bilir, Əli əleyhissalam bir ola bilir. Sonra yapışır Əli əleyhissalamla ki, ya Əmirül Möminin, sən bunu hiss eləyirsən, eləmirsən. Həzrət biraz özün qaçırdır bu mövzudan. Bu da təkid eləyir. Ondan sonra and içir ki, deyir, and olsun Allaha. Bir an o salamı hiss eləməsəm canım çıxar. Canım çıxar. İndi gör nə ləzzət var. Nə dadı var onda, bəli. O Həzrəti İbrahim də o, məsələn, bir də hədisdə var. Deyir, məsələn, onlara görə idi ki, o döndü, salama Gülüstana çevrildi. Bəli. Məsələn, bir hədisdə var acı, qiyamətin mövzusunda ki, də o qiyamətin hayküyün, çətinliyin hamımız bilirik də. Orada hətta deyir, cəhənnəmə gedənlər ki, bilir 100% cəhənnəmə gedəcək, bəziləri qaçıb oradan qutarıb cəhənnəmə düşmək istəyirlər. O qədər burada hayküy var, qırğın var. Deyir, amma bir dəstəni mələklər, o behiştin mələkləri açarlar qapını. Oradan adından çağırarlar. O behişt məmurlarının o incə səsləri ki var, adamın ağlını aparır da. Deyir, bunlarda təsir qoymaz o. Bunlarda təsir qoymaz. Niyə? Deyir, çünki bunlar ondan dadlı bir şeydə otururlar. Nə Peyğəmbər və Əhl-i Beyti ilə dayanıblar belə dövrə, dairəvi şəkildə söhbət edirlər. Həzrəti Rəsulullahın söhbəti, bunların üzünə təbəssümü, Əhl-i Beytin söhbəti, bunların üzünə təbəssümü, bunlarda bir vəziyyət, bir şərait yaradıb ki, behiştin o səsin eşitmir. Halbuki adam o behişt mələyinin səsini bəlkə də dünyada eşitsə canı çıxar. O şeydən yox, belə onun o qorxudan yox, onun o təravətindən, onun o incəliyindən, onun o gözəlliyindən. Bunlar, amma heç qulaqları eşitmir. Niyə? Çünki buradakı ondan artıqdır. Buradakı, bəli, insanın ətrafında nəyin olması, insanın özünün təqdiratında nədir? Çox şərtdir. Məsələn, Həzrət İbrahim ki, o bir neçə mələyin o salamından o dadı, o ləzzəti alırdı və dünyada heç bir ləzzətlə onu müqayisə edə bilmirdi. İndi bu gecə bütün mələklər gəlir və bütün o ruh özü də gəlir, salam deyir möminlərə. Salamun ya hətta mətla'il fəcr. Salam olsun. Sübhə qədər. Sübhə qədər salam deyir möminlərə. Salamatçılığa gəlir. Yəni insan həqiqətən də dərk edir ki, hansı bir atmosferdə qərar verib. Hər halda hansı bir fəzada deməli qərar tutub bu gecədə, onu bir dərk eləsə, sözün əsl mənasında insan istəməz ki, bu Qədr gecəsi bitsin. Necə ki, Həzrət Rəsulullah buyurur ki, bəndə namazı qılanda elə birinci təkbirdə Allah onun bütün günahlarını bağışlayır. Namazı ki başlayır. Allahu Əkbər deyən kimi Allah bütün günahlarını bağışlayır. Və sonra mələklər deyərlər ki, ey Allahın bəndəsi, sən bilsən ki, kiminlə danışırsan və bu danışıqda, bu irtibatda nələr var, sən istəməzsən bu namaz qutarsın. Bitsin, bəli. Yəni, həqiqətən insan dərk eləsə ki, bu Qədr gecəsində nələr var. Bir dənə hədisdə siz dediniz, yadıma düşdü. Bir dənə sualda veriblər onu, qardaş Rusiyada yaşayır. Deməli, deyir, nə Quran kitabı yoxdur, nə çərəkə yoxdur evdə. O namaz mövzusuna bir dənə qayda olacaq. Mən bir şey Allah'a necə eləyim, ondan sonra nə iş görüm, heç nə elə otursun səhərə qədər Subhanallah, Elhamdülillah, salavat desin, ondan sonra Yəqin ki, yazıbsa, deməli, internetə çıxışı vardır. Quran yoxdur başına qoymağa da. Quran yoxdur da, indi olmasa deyil. Bismillah yazsın bir dənə kağıza, qoysun başına da. İnşallah. Hacı namazı deyirdiniz. Namaza, mənə hədis rastı gəlib mənə, lap o cavan vaxtlarında,
Yəni çoxdan indi siz deyəndə yadıma düşdü. Bir nəfərin namaza başlamağı. Bir namazın, yəni həm bir namaza başlamağı barəsində də var bu hədis. Bir də dəqiq yadımdadır elm oxumağa, Quran oxumağa başlamağı. Qədim yadınızdadır, başlayanda Qurana hüvəl fəttahul əlim deyirlər. Elmlərin qapısını açan odur. Amma eyni həmin cümlə ilə gətirmişdi. Bir nəfər başlayır, Quran oxumağa başlayır və başlayanda elə ki dedi, hüvəl fəttahul əlim, Allah onun 7 dənə nəslindən əzabı götürər. 7 dənə nəslinin cəhənnəmdən çıxardar. Ya məsələn, hədisdə varımızdadır, bir nəfər alim gələ bir kəndin içindən keçə, onun çörəyindən yeməyə, o kəndin suyundan içməyə, elə kəndin bu başından girə, o biri başından çıxa, Allah Taala o kəndin qəbirstanlığından 40 illik əzabı götürər. 40 illik əzabı götürər. Ya bir nəfər namaza başlaya, səhv eləmirəmsə o da var idi. İndi biraz səhv də olsa da orucda örüydəcəkdi. Ki Allah Əkbər deyəndə, təkbirətül ehram deyəndə öz günahı bağışlanar heç, nənə babalarının da günahını bağışlayar. Onlara müjdə verirlər qiyamətdə, axirətdə, bərzəx aləmində. Sizin nəvəz, sizin övladınız, ya sizin nəticəz bu günləri Allaha ibadətə başladı. Həzrət Meyraca gedəndə görür ərşi bəzənib. İndi biz bəzəyi deyirik ona, bizim deyirlər. Cənab Cəbraildən soruşur ki, bu nədir bu ərşin bəzəyidir? Deyir, bu nə münasibətləndir? Nə vaxt olur bu? Tez-tez olur, az-az olur, çox olur, necə olur? Deyir, o bağlıdır yer əhlinə. Yer əhlinin nəyinə? Deyir, hər bir cavan, özdə orada cavan qeyd edirəm. Deyir, hər bir cavan nə vaxtsa başa düşdü, tövbə elədi, başladı ibadətə, həmin gün, həmin saat Allah Taala o cavanın adı ilə ərşi bəzətdirir. Ərşdə bayram tuturlar ki, bir dənə cavan başlayıb nəyə? İbadətə, itaətə. Bax, Allah bu şəraiti qurub bizim üçün və bu Qədr gecəsində bizə qismət eləyib. İndi kimlərsə keçən il ola bilər, peşman olmuşlar, orucluğun axırında Qədr gecəsini ötürmüşdülər, gəlib çıxmışdı məsələn, bu ki, gələn il Qədr gecəsi hökmən keçirdərəm, qismət olmadı. Allah Peyğəmbər Əhl-Beytinə xatir bizim bu Qədr gecələrimizin savabından onlara da pay versin inşallah. Amma bu gələn il, bu il fikirləşənlər üçün də bu ola bilər. Allah hamıya uzun ömür versin. Amma hamının ömrünü uzatsın. Şərafətli ömür versin, izzətli ömür versin hamıya. Amma bu təbiidir də, lidu lil-mevt və bunu lil-xərab. Doğulun ölməkdən ötürü, tikün xaraba qalmaqdan ötürü. Biz öləcəyik, gedəcəyik. Gələnlə də, heç nə gələnlə, bir saatdan sonraya, sabaha heç kimin ümidi yoxdur, təbiidir. O nə şansla deyir, nə vəzifə ilə deyir, nə var dövlətlə deyir, nə nəsillə deyir. Bu təbii qanundur. Ona görə bu fürsətdir. Bir gün var, heç məsələn bir adam əgər məsələn də fərzi bizim səsimizi eşidir. Bax, məsələn, indi fərz eləyək ki, gələn əhiyyədə saxlamaq istəyirsə, başlamaq istəyirsə, gələn əhiyyə saxlamasın. Bu əhiyyə eləsin. Bəli, hacı, düz. Vaxtımız qutarıb, hacı, çox mübarək bir gecədə, çox mübarək bir sözlər. Allah Taala bu deyilən sözləri həqiqətən qəlbimizdə təsirli qərar versin. Allah bu gecə, amin inşallah, bu gecə hər kəs özü ilə Allahı arasında bir raz-niyaz, bir möhkəm bir bağ bağlasın, möhkəm bir əhd bağlasın Allah. Dostlaşsın Allah'la. Dostlaşsın. O deyir ki, Allah əl uzadır ki, gəl əl sıxaq. İndi həqiqətən də insan bu cür əl sıxsın Allahla və yapışsın Allahın ipindən ayrılmasın. İnşallah bu gecə ibadətlərimiz, dualarımız çox ciddi şəkildə eləyərik, çox ciddi şəkildə dua edərik özümüz üçün, namaz qılarıq. İstəyərik Allahdan ki, Allah bizi dünya və axirətdə şərafətli etsin. Allah dünya və axirətdə. Üzr istəyirəm, o namaz qıla bilməyən də, heç nə də. Ya Allah desin, o mənə bir dənə hədisdə rast gəlib acı, ya da demə. Deyir, çıx məsələn birdən çöldə 65 dəfə Allah deyir,
bütün müşkillərin həll olacaq. Bəli. İndi bayıra çıxmasın, otursun evdə Allah Allah desin. Allah, ya Allah məsələn. Bismillahirrahmanirrahim ki hamı bilir. Allahümme salli ala Muhammedin və Subhanallah ki hamı bilir. Desin də bu sözlər. Bəli, Azizlər. Yəni bu fürsəti əlimizdən verməyək, əzizlərimiz. Bizim üçün də dua eləyin. İnşallah, bəli. Allah Teala inşallah sizin dualarınızı qəbul eləyər. Allah Teala İmam Zamanın zuhurunu təcil etsin. Bizi ağanın əskərlərindən qərar versin inşallah. Amin, amin. Allah Teala şəhidlərimizin ruhunu şad eləsin. Amin. Bütün şəhidlərimizin ruhunu Allah Teala şad eləsin. Allah Teala xalqımıza səadət və hidayət nəsib eləsin inşallah. Allah Teala heç vaxt yaman yel göstərməsin xalqımıza. Hacı çox sağ olun, təşəkkür edirik. Allah qəbul eləsin inşallah. Allah razı olsun. Allah'a emanet olun.